Tebrik ederim. Salam, kanalıma hoş gelmişsiniz. Bugünkü vlog artık başlıktan da göründüğü gibi nişan vlogudur. Xalam oğlu nişanlanır. 3 bacının en küçük ve tek kardeşi. Bizim pokoleniyada evlenen sonuncu oğlan. Artık nəvələrin hamısı ailə qurub və növbə ona çatmışdı. Elə buna görə də hamımız bugünə xüsusi bir heyecanla hazırlaşırıq. Mən sonuncu dəfə nə yalan deyim, belə bir tədbirdə öz toyumda iştirak etmişəm və bu nə az nə çox 7 il əvvəl olub. Ona görə də bu nişan da mənim üçün ayrıca bir nostalji, ayrıca bir heyecan oldu. Nişandan çekilen kadrlardan kısa bir vlog hazırladım. Ben çok eğlendim. Ümid ederim siz de bakmaktan zevk alarsınız. Hoş seyirler. Denkçilik. Amin. Koşa kalsınlar, koşa gelsinler. Amin. Amin demeyen dizler kalsın. Amin. Amin. Bir kere bakın ki şekilde çıktı. Bir o kişiler var abi. Ve biz nihayet ki geldik çattık. Size böyle bir outfitimi gösteririm. Təəssüf ki burada bütöv bir güzgü tapa bilmədim. Bu şekilde makyajımı da gösteririm. Nişan Pink House restoranında oldu. Açığı salon dizaynı artıq elə gözəl idi ki, əlavə dekorasiya ümumiyyətlə ehtiyac yox idi. Bu cəhətdə həqiqətən də məndə çox yaxşı təəssürat yaratdı. Sadə, elegant və qətiyyən gözü yormurdu. Bu arada mən Bakıda belə tədbirlərdə iştirak etmədiyim müddətdə belə bir ənənə yaranıb ki, artıq xonçalar əldə aparılmır. Birbaşa bu formada restorana göndərilir birbaşa və hər kəsin görə biləcəyi şəkildə düzülür. Açığı məncə bu daha rahatdır. Çünki bu şəkildə xonçalar nə ora-bura daşınanda zədələnmir, qırılmır və hər şey daha səliqəli qalır. Və siz necə düşünürsünüz? Əvvəlki adət-ənənə yoxsa müasir yanaşma? Mütləq rəylərdə fikirlərinizi yazın. Bu mənim üçün çox maraqlıdır. Növbəti kadrlardan daha bir maraqlı məqamda sizinlə paylaşmaq istəyirəm. Bu da ki, artıq nişanın içində birbaşa həm mərasimin keçirilməsidir. Deməli, burada masanın ətrafında hər iki ailənin böyükləri yığışır. Oğlan evi qızı ailəsindən rəsmi şəkildə istəyir. Hər cavab verildikdən sonra isə şirin çaylar paylanır. Bu detal mənə çox xoş gəldi.
Çünki həm daha səmimi, həm də belə ailəvi bir ab-hava yaradır. Allah sağ olun ya. Hoş gördük. Allah bizim qohumumuzu daim eyləsin, mehriban eyləsin. Çok xahiş edirəm sizdən. İzninizi bizə verəsin. Razısınız? Allah o zaman bir alışlar. Həmizi aldıq. Allah xoşbəxt eləsin. Hər iki tərəfin Allah xeyrini versin.
Və mən artıq evdəyəm. Ancaq xatırladım ki, bu vloqa bir sonluq çəkməmişəm. Düşündüm ki, bu şəkildə sizinlə sağollaşım. Mən vloqları çəkərkən, keçən vloqda da demişdim, həqiqətən çox əylənirəm bu prosesdən. Çox həzz alıram. Düşünürəm ki, bunu sizə də ötürə bilirəm. Əgər siz də vloqları bəyənirsinizsə, mütləq kanalıma abunə olun, rəy bildirin, bəyənin. Mən də vloqları daha çox həvəslə çəkim. Hər birinizə vloqa sonuna qədər baxdığınız üçün çox təşəkkür edirəm. Gələn görüşlərə dək hələlik.